Mən ideal pankek reseptimlə gəldim. Bizim evin vazgeçilməzi, bütün uşaqların sevilmisi. Hələ bu şirin aycıqlara baxın. 2 ədəd yumurtanın üzərinə 5 xörək qaşığı şəkər tozu əlavə edib mikserlə ağarana qədər qarışdıraq. Şirinliyi isteyə bağlıdır, şəkəri artırıb azalda bilərsiniz. 2 stəkan süd əlavə edirəm. Süd otaq temperaturundadır. Südün üzərinə isə 3 xörək qaşığı duru yağ əlavə edirəm. Yenə qarışdırıb 2 stəkan un əlavə edirəm. 1 paçka vanil, 1 paçka qabartma. Mən unu az tökürəm. Əgər yumurta böyük boydsa yarım stəkan da un əlavə edə bilərsiniz. Onu da deyim ki, pankek bişirəndə tavanı heç vaxt yağlamazlar. Mən xörək qaşığı ilə tavaya tökürəm. Mənə belə daha rahatdır. Üzəri göz-göz olanda digər üzünə çevirirəm. Bizdə uşaqlar pankeki çox sevirlər. Demək olar ki, hər həftə bişirirəm. Üst-üstə qoyub araqatına, skuşonka, şokolad yağı, malina yaxırlar. Hətta məktəbə də aparırlar. Burada da iç hissəsini göstərirəm. Baxın, içərisi də necə gözəl bişibdi. Bunlar isə kiçik aycıqlardır. Uşaqlar üçün hazırladım. Xanımlar, sizlər də uşaqlarınızı sevindirib kiçik aycıqlar hazırlayıb məktəbə qoya bilərsiniz. Səhifəmizi izləməyi, paylaşımları like etməyi unutmayın. Hələlik.